Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər, əziz kanalımızın növbətçiləri, xoş gördük hər birinizi. Bugün sizlərə qanuni 3 otaq, tam təmirli, təmirdən sonra yaşayış olmayan bir mənzil çəkib təqdim edirəm. Mənzilimiz yerləşir Yeni Yasamalda, Əsəd Əhmədov küçəsində, burada Böyük Bravo Marketin tam qarşısında 19 mərtəbəli yeni tikili qazlı qupçalı binanın 7-ci mərtəbəsində yerləşir. 107 kvadrat müsahibədən ibarətdir. Mənzilimizin giriş qapısını görməkdəsiniz. Giriş qapısına daxil olduqda solda belə bir güzgü quraşdırılıb. Qarşıda bizi qardırob mebeli qarşılayır. Döşəmə parketdir. Qanuni 3 otaqda bütün otaqların giriş qapısı dəhlizə açılır. Burada mənzilin qonaq otağı, mətbəx, orada yataq otaqları yerləşir və sanitar qoşaqlar isə ayrı-ayrılıqda sağ tərəfdə yerləşməkdədir. İlk öncə sizlərə qonaq otağını göstərim. Belə bir qonaq otağımız var. Kvadrat sahəyə malikdir. Döşəmə parketdir. Mənzil yeni təmirdən çıxıb, yaşayış olmayıb. Mənzilin açarları bizdədir. Günün istənilən vaxtı baxmaq mümkündür. Binada qaz, su, işıq fəaliyyəti fasiləsiz şəkildə verilməkdədir. Burada mənzilin birinci sanitar qoşaqlarından tualet yerləşir. Burada hamam otağı yerləşir. Hər iki sanitar qovşaqları bütün aksesuarlarla təmin olunub. Döşəmə isti döşəmədir. Burada mətbəximiz yerləşir. Daxil olduqda sağ tərəfdə tavana qədər yığılmış mətbəx mebeli, üzəri tökmə mərmərdir, süni mərmərdir. Burada moyka quraşdırılıb. Kaspeti, aspirator, paltaryan və soyuducunun yeri də nəzərə alınmış şəkildədir. Burada isə mənzilin eyvanı yerləşir. Birinci eyvandır. Onu da qeyd edeyim, mənzildə 2 eyvan mövcuddur. Birin mətbəxdən keçmək olur, digərinin isə yataq otaqlarının hər ikisindən keçmək mümkündür. Bu istiqamətdə isə mənzilin yataq otaqları yerləşir. Burada birinci yataq otağımız bu formadadır, görürsünüz. Burada növbəti bir eyvan yerləşir. Burada isə mənzilin ikinci yataq otağı, ümumilikdə üçüncü otağı yerləşir. Belə dəyərli izləyicilər, görürsünüz, hər iki istiqamətdə pəncərə mövcuddur və az öncə göstərdiyim eyvana buradan da keçmək olur. İstilik sistemi kombidir, radiatorlar otaqlarda yerləşdirilmiş şəkildədir. Mənzil yeni təmirdən çıxıb, açarlar bizdədir. Qanuni 3 otaq 107 kvadrat müsahibədən ibarətdir. 19 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Yerləşmə yeri də Yeni Yasamalın girişində Böyük Bravo Marketin tam qarşısında 19 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşməkdədir. Sənədlər tam qaydasındadır, kupça çıxarış mövcuddur, əldədir. Mənzilə baxmaq istəsəniz, açarlar bizdədir. Əlaqə nömrələrimiz var, əlaqə saxlayıb baxa bilərsiniz. Bina çox gözəl binadır, iri bir kompleksi, yeraltı qaraj, geniş həyət, sürətli liftlər və səliqəli blokları mövcuddur. Qiymət 269 min manat. Start qiymətdir. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaq. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Sizin də satışda olan evləriniz varsa bizimlə əlaqə saxlaya bilərsiniz və yaxud da ev almaq istəyirsinizsə onun üçün də əlaqə saxlaya bilərsiniz. Sağ olun, növbəti çəkilişlərdə görüşənədək.